Sinoptiklər bugündən havanın kəskin dəyişəcəyi haqda xəbərdarlıq ediblər. Temperatur 5-10 dərəcə enəcək. İndi biz əməkdaşımız Səkinə Hacıyevaya birbaşa olaraq bağlanırıq. Sabahınız xeyir Səkinə. Səkinə deyirlər qar yağacaq. Yağacaqmı? Sabahınız xeyir olsun Lalə, tamaşaçıları da salamlayıram. Bəli, dünən günorta saatlarından etibarən artıq havanın temperaturu kəskin şəkildə endi. Bugünə də biz soyuq, tutqun, küləkli, yağışlı bir hava ilə başladıq. Bir növ hər kəs yazı gözləyərkən qış gəldi desək yanılmarıq. Əksər ölkələrdə, bir sıra dövlətlərdə, o cümlədən qonşu dövlətlərdə qar yağması da əhalidə maraq yaratdı. Sual yaratdı ki, görəsən bizə də qar yağacaqmı? Bax, bu sualın cavabını bizə Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyəcək. Sabahınız xeyir Gülşad xanım. Qar yağacaqmı? Bəli, çox doğru qeyd elədiniz. Artıq qonşu ölkələrdə də hava şəraitinin dəyişilməsi müşahidə olunur. Bəzi yerlərdə qar yağır. Belə hava şəraiti bugün paytaxtda da müşahidə olunması gözlənir. Artıq belə deyək, dağlıq rayonlarda, Quba, Qırız, Gədəbə, Daşkəsən rayonlarında qar yağması müşahidə olunur. Şaxtada 4 sm artıq qarın hündürlüyü təşkil edir bugün gün ərzində. Yəni paytaxtda bugün ara bir yağıntılı olacaq, bəzi yerlərdə sulu qar yağacaq. Axşama doğru isə qara keçəcək. Və bugün paytaxtda güclü şimal-qərb küləyi əsəcək. Şimal-qərb küləyin maksimal sürəti 15-20, ara bir 23-25. Axşama doğru isə yarımadanın bəzi yerində ara bir 28-30 metr sayında güclənəcək. Havanın temperaturu artıq ötən günlə müqayisədə 5-10 dərəcə aşağı enir və günorta saatlarında 1-3 dərəcədən yüksək olacağı gözlənilmir. Və sabah da qarlı hava şəraiti bölgələrdə, eləcə də paytaxtda davam edəcək. Belə ki, paytaxtda sabah fasilələrlə sulu qar və qar yağacaq. Güclü şimal-qərb küləyi gecə və səhər saatlarında da müşahidə olunacaq. Günortadan sonra küləyin tədricən mülayimləşməsi proqnozlaşdırılır. 19-u gün ərzində paytaxtda, eləcə də bölgələrdə qısa müddətdə hava şəraitində sabitlik yaranacaq, əsasən yağmur keçəcək, mülayim cənub küləyi əsəcək. Ondan sonra artıq yəqin ki, hava mülayimləşməyə başlayacaq, düzdürmü yoxsa? Bəli, belə ki, ilkin məlumatlara əsasən, ilkin məlumatlara görə 17-si və 18-də paytaxtda eləcə bölgələrdə hava şəraitinin dəyişildiyi müşahidə olunur, qar yağacaq. Əsasən dağlıq və dağtəyi rayonlarda yağıntılar intensiv və güclü olacaq. Bununla əlaqədar isə dağlıq rayonlarda yolların buz bağlaması da istisna olunmur. Belə hava şəraiti ilkin məlumatlara 19-u gündüzə reklam edir. Artıq 19-u gündüz saatlarından yağıntılarda tədricən fasilə olacaq və əsasən yağmur keçəcək. Təşəkkür edirik Gülşad xanım, çox sağ olun. Bəli, havanın necə olmasından asılı olmayaraq çalışaq hər zaman əhval-ruhiyyəmizi yüksək tutaq. Hər zaman qəlbimizdə günəş doğsun. Özünüzə yaxşı baxın. Bizim bugünlük çatdıracaqlarımız bunlar idi. Təşəkkür edirik Səkinə. Xatırladaq ki, bizimlə birbaşa bağlantıda əməkdaşımız Səkinə Hacıyeva idi.